29 aprel 2026-cı ildir və həftənin çərşənbə günü dəyərli izləyicilər, Azərbaycanlı yük maşını sürücülərinin nəzərinə bir xəbəri çatdırmaq istəyirəm. Rusiya hökuməti yeni qərar verdi. Onları da maraqlandıran bir qərardır. Dəyərli izləyicilər, bütün son dəqiqə xəbərlərindən xəbərdar olmaq üçün, anında xəbərdar olmaq üçün kanalımıza abunə olun və sağda gördüyünüz o üstəgəl işarəsini vurmaqla buna nail ola bilərsiniz. Rusiya hökuməti MDB ölkələrindən və Gürcüstandan olan peşəkar sürücülərin Rusiya ərazisində müvəqqəti qalma müddətini 180 günə qədər artırıb. Müvafiq qərar demək rəsmi hüquqi məlumat portalında dərc edilib. O xas xəbər verir ki, sənədə əsasən MDB-yə üzv dövlətlərin, habelə Gürcüstanın beynəlxalq avtomobil daşımalarını həyata keçirən peşəkar sürücülər vizasız qaydada Rusiyaya daxil olduqları halda bir təqvim ili ərzində ümumilikdə 180 günə qədər ölkədə qala biləcəklər. Bu imkan yalnız həmin şəxslər müəyyən edilmiş qaydada Rusiyaya giriş və ölkədə qalmaq, yaşamaq məqsədi ilə ərizə təqdim etdikdə tətbiq olunacaq. Qərar 30 iyun 2026-cı il tarixindən qüvvəyə minir, dəyərli izləyicilər.